Salam, bugün mən sizə migren haqqında məlumat verəcəm. Son zamanlarda klinikamıza müraciət edən pasientlərimizin arasında ən çox baş ağrı şikayətləri ilə gələnlərdir. Migren baş ağrıları əsasən 20-25 yaşlarında yetkinlik çağında başlayıb və əsasən daha çox qadınlar arasında 20-35 yaş aralarında müşahidə olunur. Migren baş ağrısı heç bir instrumental müayinə metodları vasitəsilə təyin edilmədiyindən və bir damar xəstəliyi olduğundan biz yalnız diaqnozu xəstə ilə söhbət etdikdən sonra, yəni onun genetikasını araşdırdıqdan sonra, anamnezini topladıqdan sonra migren diaqnozunu qoya bilirik. Bəzi hallarda pasientlərimizi MRT müayinəsinə yönləndirməyimizin səbəbi onların beynində başqa bir patoloji proseslərin, onkologiyanın və yaxud da hər hansı bir başqa digər xəstəliyin olub-olmamasını təyin etmək olur. Əgər sizin genetikanızda, nəslinizdə migren baş ağrısına əziyyət çəkən varsa, bu sizdə migrenin olması faizini artırır. Yox, əgər valideyninizdə, hər iki valideyninizdə baş ağrısı varsa, bu artıq sizdə də 75% migren olma ehtimalını artırır. Migrenin yaranması auralı və aurasız olur. Auralı migren zamanı ilk öncə baş ağrısından əvvəl 15 dəqiqə əvvəl göz qabağında qara nöqtələr, mozaikaya bənzər görüntülər, hətta bir tərəfli görmə zəifliyi belə yarana bilir. Bu zaman xəstə artıq bilir ki, baş ağrı gələcək, yəni öncədən o xəbərdar olur. Bir çox insanlar illərlə baş ağrını kəsmək üçün ev şəraitində ağrı kəsicilərdən istifadə edir. Lakin bu heç məsləhət deyil. Mütləq həkimə müraciət etməyiniz məsləhətdir. Müayinə zamanı həkim baş ağrıları anamnez topladıqdan sonra baş ağrılarının şiddətinə görə, tutma müddətinə görə, günlərin sayına görə müalicə təyin edir və düzgün, doğru müalicə olunarsa migren baş ağrılarından qurtulmaq mümkün olur.